Bəli, bax gör məndə kimin şəkli var. Ronaldo? O mənim qəhrəmanımdır. Bəs sənin qəhrəmanın var? Mənim qəhrəmanım. Onunla təzə tanış olmuşam. Mənim qəhrəmanım uça bilir. Silahı da var. Amma o fantastik deyil. Gerçək insandır. O pilotdur. Azərbaycan əskəridir. Göyə toxuna bilir. Qırmızı damarlarında axır. Yaşıl yatağıdır. Onun da ailəsi, övladları, sevdiyi qız var. Onlara həmişə qayıdacağam deyir. Çünki heç vaxt ölmür. Ən vacib silahı vətən sevgisidir. Bu silah ölümdən də güclüdür. Qəhrəman bir dəqiqə belə gözünü yummur ki, biz rahat yataq. Qartal kimi düşmənin üzərinə şığıyır. İnsanlar ona dualar edir. Yaxınlarının qüruru yerə göyə sığmır. Bütün suallara bir cavabı var qəhrəmanın. Vətən sağ olsun. Hamı ondan xəbər gözləyir. Qələbə xəbərini. Yeni doğulan uşaqlara o qəhrəmanın adı verilir. Hərə bir cür çağırır o qəhrəmanı. Kimisi Babək, kimisi Bəkir, kimisi Urfan, kimisi İsmail, kimisi Ruhim, kimisi Sarvan, kimisi Orxan, kimisi Elnur. 2016-cı il aprelin 2-sinə keçən gecədən başlayaraq 4 gün ərzində Azərbaycanın bütün cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən habelə işğal olunmuş Azərbaycan ərazilərindən intensiv atəşə məruz qalmışdı. Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə atəş zərbələri endirmişdi. Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-sində Bakı vaxtı ilə saat 15:00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq, Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam etdi. Gərginliyin yüksək həddə çatdırılması nəticəsində Dağlıq Qarabağ münaqişəsi tarixində 4 günlük müharibə yaşanmış oldu. Bunun nəticəsində hər iki tərəfdən hərbiçilər, eləcə də mülki əhali arasında ölən və yaralananlar oldu. Amma Ermənistan tərəfinin təxribatı nəticəsində Azərbaycan xalqı həm də öz qəhrəmanlarını tanıdı. Aprel şəhidləri bizi heç zaman olmadığı kimi birləşdirdi. Dövlətimiz hər zamankindən Azərbaycan xalqının əzmindən, ona olan inamından daha çox arxayın idi. Hadisələrdən 4 gün əvvəl şəxsən tanımadığımız əskərlərimizin adları dilimizdən düşməz oldu. Aprel şəhidləri heç bir sosial, siyasi, etnik fərq qoymadan bizi bizlə öz dəfnlərində görüşdürdü. Qəhrəmanlarımıza birlikdə qibtə etdik, ağladıq və alqışladıq. Onların tabutlarının büründüyü bayrağımıza daha da bağlandıq. Eyvanlarımızda dalğalandırdıq. Azərbaycan əskəri öz qanı bahasına geri qaytardığı strateji əhəmiyyətli yüksəkliklərlə xalqın özünə inamını da yüksəltdi. Lələtəpə ilk qələbəmizin zirvəsi kimi 23 ildir görmədiyi bayrağına qovuşdu. Ali Başkomandan və Prezident İlham Əliyev ordumuzun gücünün ciddiyyətini anlayan düşmənə veriləcək yeganə şansın işğal altında olan torpaqlarımızdan birdəfəlik getmək olduğunu bəyan etdi. Müdafiə naziri Zakir Həsənov mütəmadi olaraq ön cəbhədəki əskərləri ilə yan-yana idi. Şəhidlərimizin qisasının alınacağına əminliklə söz verdi. Birinci xanım Mehriban Əliyeva şəhid analarının məğrurluğu qarşısında kövrəkliyini gizlədə bilmədi, onların ləyaqəti qarşısında bir ana kimi baş əydi. Aprel şəhidlərinin böyük hissəsi həqiqi hərbi xidməti başa vurmuş, öz istəyi ilə vətənin müdafiəsini özünə peşə seçmiş oğullar idi. Pilotlarımız Urfan Bəlizadə, Təbriz Musazadə, Əbubəkir İsmailov, polkovnik leytenantlar Murad Mirzəyev, Raqub Orucov, əskər dostlarını qorumaq üçün özünü düşmənin qumbarasının üstünə atan mayor Elnur Əliyev, magistraturaya qəbul olduqdan sonra hərbi xidmətə öncəlik verən Samir Qaçayev və neçə digər yüksək rütbəli və siravi əskərlərimiz adlarını bizə əzbərlədəcək döyüş sücaətləri, həyat hekayələri ilə tarix yazdılar. Dövlətimiz şəhid yaxınlarına,
eləcə də yaralı və qəhrəman əsgərlərimizə xüsusi imtiyazlar, fəxri adlar verməklə xalqın onlar qarşısındakı əbədi borcunun bir qismini qarşılayaraq onların vətən üçün necə dəyərli olduqlarını nümayiş etdirməkdədir. Allah Azərbaycanın Qarabağ uğrundakı haqq mübarizəsində dövlətimizin və xalqımızın sarsılmaz dayağı olan milli ordumuzu qorusun. Adı vətənlə bağlı olan bütün şəhidlərimizə rəhmət eləsin. Mən gələcəyin Azərbaycan əskəriyəm.